Kızım istəyir ki, biz barışaq. Tam səmimi deyirəm. Anasını. Hətta mən 6 ay bundan öncə boşanmışam. Dedim, bəs 6-7 ay bundan. 18 il biz sənət, yəni ayrı yaşamışıq, amma hər dəfə boşanmaq istəyəndə, mən də bunu bilsə niyə dedim mən? Özdə ilk dəfə sənin verişinə deyəsən, sən bilmirəmsə dedim. Sən necədir? Yəni mən səhərsi gün evlənəndə mən istəmirəm ki, desin, bunun bir uşağı var idi. Əslində istədim, gizlədim. Niyə gizlədim? Xoşum gəlmir ki, yəni evli olduğunu, ata olduğunu gizlətmək istəyirdi. Ata olduğumu yox. Ailə gizlin qalmalıdır. Ailəni evdir da, evin içində şöyle göstərmək lazım deyil. Niyə lazımdır? Yəni bizim o bəzi sərəslərimiz, müğənnilərimiz var ki, çox gözəl ailələr var. Namiq bayaq da anons etdik. Bax, Aşıq Əhlimanın evində qonaq olmuşuq. Həyat yoldaşı, evlatları, gözəl ailəni hər zaman göstərmək olar. Sonra paylaşasınız, girib 50 lira altına rəy yazacaq, o deyib fikrimi çatdırıb. Yəni əgər uğursuzluq varsa ailəndə, onu demək istəyirəm ki, onu da dəqiqədə bir onu işıqlandırmağa mətbuatda yeri yoxdur. Uğursuzluq bizim ailəmizdə oldusa, onu mən indi çıxıb evdə reklam eləməyin bir mənası varmı? Bir də mən sual verdim, dedim uğursuzluq, evlənmişəm, ayrılmışıq, bu qədər. Bir dənə övladım var, 18 yaşına keçib, Allah bütün balaları saxlasın. Biz düşmən deyilik, biz danışırıq. Yəni, amma sadəcə olaraq, yəni, ürək qırılırsa onu bərpa eləmək olmur.